Salam əziz şagirdlər deməyək, salam əziz dostlar deyək. Bu ne işkencedir bana benim. Buraya zamanda Hüseyin. O adı bildiler. Senaryo yazıyorlar. Hövcə yazdım, rahatda. Ne metmin diyor? Yəni Hüseynin cavabı nədir, Cavidin cavabı nədir? Axırda görə üst-üstə düşür yoxsa? Zaten sual verdikçe yazacağım. Lan birinciden hemen başladım. Salam əziz dostlar, videoya xoş gəldiniz. Əyləncəli kontentlərimiz davam edir. Bu hardasa 3-cü olmalıdır. Üçüncü Birincini videomuz paylaşmışıqsa əgər. Her gün yeni video çekmeye çalışıyorum. Hər gün Bakıya gəlib qayıdıram. Yoruldum artıq. Deməli bugün bir-birimizi nə qədər tanıyırıq deyə lazımsız bir kontent. Lazımsız bir test edeceğim yani. Ehtiyac yok aslında buna. Bəli, Ama amma siz de öz dostlarınızla belə lazımsız işlerle meşgul olabilirsiniz. Yay tətildə nə etmək olar? kanal çox boş qalır ona Baş görə. katmaq lazımdır, video lazımdır. Ona göre biz de karar verdik ki birbirimizi test edək. İndi Hüseyin müəllim suallar oxuyacaq. İndi həm Hüseyin müəllim özü öz cavabını yazacaq, həm də mənim haqqımda düşündüyü cavabı yazacaq. Mən də eyni ilə həm öz cavabımı, həm də Hüseyin müəllim haqqında düşündüyüm cavabı yazacağam. Bir 12 suallıq bir test olacaq. Sonda isə cavablarımızı tutuşduracağıq görək bir-birimizi nə qədər tanımışıq, nə qədər o uyğun, oxşar cavablar vermişik. Hər sualda eləcəkdi bunu. 12-sində Hər sualda yox, axırda eləyək. hamısında elə elə şey olur. 12-dən sonra cəmaət yarım saat gözləyir ki, müəllim Video versinə qabaqda. Baxın. Başlayalım. Bir yazır uşaqlar. Bir yazır. Deməli Bir birinci sual. sual oxuyur. Videonu bəyənməyi, kanala abunə olmağı, dostlarınızla paylaşmağı unutmayın. Onlayn dərslərimizə də qeydiyyat artıq. başlayıb Başlayıb. çoxdan Cavid müəllim üçün WhatsApp nömrəsi burada, mənim üçün də burada. Birdən qoymasan aşağıdan yazın, yadına. Ki bunu 100% yazarım. Tərəf. Şaka lan şaka. Gül diye. Yazın. Yazım nömrəni bura göstərim belə. Karışdırmayın da uşaqlar. Birinci sualımız. Sabah 1 milyon manatınız olsa nə edərdiniz? Hüseyin müəllim nə edər, Cavid müəllim nə edər deyə. Yazmışsın görənlər. Mən də ağlıma gəlmir. Ha. Yazdıq cavabları. Yaxşı, başlayaq onda. Nə yazmısan məndən bax? Sən yazmışam ki 1 Göstərək, milyon manat qoy. tapsan, 1 milyon manat tapsan, ev alarsan, maşın alarsan. Mən 1 milyon manatım olmasını istəməzdim. Onunla bağlı heç bir ideya Biraz yoxdur. qeyri-səmimi. Bırak lan sahtekar. Minlə Yox, həqiqətən istəməzdim. Yaxşı. 1 milyon manatım olsa... Ola bilər, səhv tanışım. Yaxşı, uzatma. Yeter. Tozlu deride değilsin. Mənim haqqımda nə yazmısan? Ev, maşın və sair maddi işlər. Mən də Sən ev, maşın. ortalama insansın, neyini biləsən? Bilmirəm. Mən amma istəməzdim. Melanxolik deyiləm istədim. Məncə çünki həyatın bir mənası qalmır. Hər şey var artıq. Neyini yaramır? 1 milyonlu demək hər şey var. 1 milyon manat. Başqa məsələn nə? Çox pul lazım ki. Deyir, özündə dəyişmək istədiyin bir xüsusiyyət. Məndə dəyişmək istədiyin xüsusiyyət. Yox, üzr istəyirəm. Bir dəqiqə yazıram. Bir neçə. Yox. 40 dənə yazım. Hə, bir yox, yaxşı, nə oxumasıydın? Hər ikimizin özündə dəyişmək istədiyi xüsusiyyət. Mən Başa düşdüm də, mən səndə dəyişmək istədim yazacağam, özümdə dəyişmək istədim yazacağam. Sülə sonra hə, yaxşı. Onda bu dəyişdi də biraz versiya. Niyə? Burada üst-üstə düşməni yoxlamırıq artıq. Mən sadəcə səndə dəyişmək istədiyim şey yazıram, bir də özündə Yəni, dəyişmək ola istədiyim. bilər ki, mənim səndə dəyişmək istədiyim xüsusiyyət, sənin də həm də elə özündə dəyişmək istədiyin xüsusiyyətlə eyni olur. Ola bilər, amma tema dəyişdi də. Yazın ya. yazın. Göcürmə, bir imtahanda yox. ya. Heç bunu eləməmişəm, bu halda ilk dəfə bunu eləyəcəm. Dəyişmək istədiyim xüsusiyyət şeyini. Yazıram ya. Birinci səni yazdım bu arada. Mən də sənin. Yazılı ki, dəyişmək istədiyim xüsusiyyəti yox. İstəməzdim. Özümdə dəyişmək Səhv istədim. yazdım ya. Cümləni düz vuramıyorum. Neyse, birini yazdım lazım olsa bir ikisini deyər. Deməli, birinci sən... Mən oxuyum birinci. Yaxşı. Mən səndə dəyişmək istəyirəm deməli, çox xırdalıqlara fikir verməyi. Bir də daimin səndə narazılıq hissi var, bir də onu dəyişmək istəyirəm. Mən də yazmışam özüm haqqında. Emosionallıq, pessimistlik, çox düşünmə. Qayğı Narazılıq, pozuntusu. pessimizlik harasa bax. Bir də çox düşünməkdə o xırdalıqlara falan çox. Harası görsən uyğun gəldi, üstə düşün. Sən məndə nə dəyişmək istəmirsən? Emosiya azlığı, tənbəllik, səbirsizlik.
Mən də yazmışam yersiz rahatlıq. Bəzən Biraz üstə düşür. yersiz Tənbəllik rahat- yersiz. Ola bilər. Belə, yəni yaxşı üstə düşür. Hardasa görsən deməli bir Emosiya azlığı sənə maraqlı gəlmədi ki, bu nə deməkdir? boş şeydir. Sən məni tanımırsan. Kendini büyütüyor işte. Ən çox hansı mövzuda əsəbləşirik? Günümüzə bax, çəkdiyimiz videoya bax. Yenə Deyirəm, baş. özə sən ol. Yaxşı. Bir səndə yoxsa özümdə? Özün ol. Mən nəyə əsəbləşirəm? Uğursuzluq, amma bu öz üzərimdə. Mənim uğursuzluğum, bacarıqsızlıq, vaxt itkisi, yəni vaxtın boşa getməsi, bir də məsuliyyətsizlik. Mən də yazmışam ki, sən ən çox. Mən bilsən daha çox nəyi nəzərə almışam? Yəni insanla münasibətdə. Yersiz səmimiyyət, Tam düz yazmışam. sünilik, bir də özündən razı adamlara xoşlamırsan. Heç birini. Bu çox Ümumi oldu, hə? hə, amma eləsinizdə. Mən özümdən xoşlamadım. Cadu. Özümün əsəbləşdiyi şər böhtan yazmışam. Ən çox. Mən səndə məsuliyyətsizlik, bir də israr yazmışam. Biri səndən çox israr Düz edir. deyirsən, qəşəng. Məsuliyyətsizliyə amma da əsəbləşə bilərəm. Şər böhtan cadu. 4. Ən böyük qorxun nədir? Həyatda çox da qorxulan bir şey. Yazdı, nə ağlına gəlir yazdı Hüseyin. Burada bir Yaxşı. Fikirləşirəm də, sən nə qəribə adamsan. Əsəbləşdikcə gözə dəyişib bunu, cavab et. sən də nə əsəbi? Hə, nə sual nə idi yadımdan? Ən böyük qorxu yoxsa? Hə, ən böyük qorxu. Ən böyük qorxum. Hüseyin ən böyük qorxusu nə ola bilər? Yazdım mən də bir şey. Yaxşı, sən burada sən başla. Sən özümün deyirəm, özümün qorxusunu deyirəm. Sənin qorxun yalanına yazmışam. İnandığım şeylərin sonradan yanlış olduğunu görməkdən qorxuram. Avtoqəza. Avtoqəza? Avtoqəza niyə qorxuram? Ağlıma heç də gəlmədi. Fiziki qorxudan yazmısan sən daha çox. Yox, mən özüm üçün də şey yazmışam. Tək qalmaq, bir də insanlar tərəfindən xəyanətə uğramaq. Bu şeydir də sənin Mən yazmışam lazımsızlıq hissindən sən qorxmusan ki, birdən. lazım olmaq, ondan da Lazım qorxuram. Tək qalmaq biraz zordur əslində. Tək Hə, qalmaq lazım. lazımsız. Bir də inandıqlarım yanlış olması da xəyanət deməkdir əslində. Mən biraz ola bilər. Təkcə amma şey kimi də. Mən ümumi Həyatda nəsə bir dəyərlərə inanırsan ki, belə olmalıdır, belə olur. Mən də ümumi yazmışam. Birdən Möhtəşəm ola bilər ki, insanlar. həyat təcrübəsi birdən artıq dəyişər, elə görərsən ki, yox bu belə deyilmiş. Ondan qorxuram. Boş vaxtında ən çox nə etməyi sevir hər iki tərəf üçün? Sən nəyi sevirsən, mən nəyi sevirəm. Çox maraqlı video gedir yavaşlar. Yəqin ki, siz də baxırsınız, həyəcanla gözləyirsiniz ki, bizim cavablarımız üst-üstə düşür yoxsa yox. Aynen. Ümumiyyətlə bizi də tanımış olursunuz da belə, biz fikirlərimizi yazırıq. Çox ciddi tanışlıq oldu. Ya, axırıncı yanına yazdım. Ya, Nə? Yaxşı, mənlə bağlı. Mən sən boş vaxtında xoşlayırsan özünü inkişaf etdirməkdən, özünü dərk etmək, kitab oxumaq belə. Sonra da gör. Özünü tanımaq. Yox, Hə. mən yazdım. Mən də yazmışam, kitab oxumaq, ideya düşünmək, gəzintini də sonunda yazmışam. Sən Mən öz haqqında mən birinci yazmışam istirahəti xoşlayıram. istirahət. Ya istirahət yəni ümumidə gəzinti. Gəzinti O yazmışam. mənim. Bir də yeni kəşflər, yeni nəsə işlər. Amerikanı iş barəsində kəşf. ola bilər. Və nəsə başqa da yeniliklərlə. Sosial şəbəkə, gəzinti, Sosial kitab oxumaq. şəbəkələr də heç olsun. Sosial şəbəkədə yoxsa yazılır silə. Gəzinti və kitab oxumaq yazmışdım. Mən Kitab bacardığım oxumaq qədər sevmirəm. sosial şəbəkədən əslində uzaq. Mən də elə edirəm. Özümə Amma rəva bilmədiyim bir şey sənə rəva bildim də, ola bilər. Məcbur oldu. Yaxşı, altını Bilmədim nə soruşursun. yazdım ona görə. Kitab oxumaq onda düz yazmamışam. Kitab oxumaq da vardı, arada bir oxursan. Arada Şeir oxumaq desəm lap Şeir, yaxşı. hə, şeir desəydin deyəlim hə. Şeir sevirəm. Özünüzü bir sözlə ifadə edin. Bir söz. Çətin. Çox həqiqət. Bir sözlə özümü bildim, sənə nə tərəf ifadə edirəm bir sözlə. Sənə kitab yazmalı. Yadımdan istəyirəm. Sən haqqında bir sözlə yazmalı. Bu adam bir sözlə. Söz birləşməsi kimi də eləyə bilərsən. Hüseyin müəllim. Birinci məni də görək. Sən haqqında yazmışam məna axtarışında. Mən də yazmışam özünü dərk. İdrak yazısı kimi birinci. Daha hamısı əhatə edəsən. Sonra nəsə dedim sən bəlkə də özün haqqında çox yüksək düşüncədə deyilsən. Yox, mən özümü çox dərk etməyə çalışıram da. Məna axtarışında yəni belə yapıram. Ən azı WhatsApp statuslarına elə görürsən. Bəlkə də başqa cürsən evdə. Mən nə yazmısan? Döyüşçü. Oo, başıma. Çingizlər həyatla bağlı hep döyüşürsən. Geçmiş. Mən kimi deyilsən. O çocuk savaşçı ama Sən də təcrübə. Və yəni belə hər dəfə nələrdənsə təcrübə qazanmaq daha da
yaxşı olmağa çalışırıq. Qəşəng. Cavablarımızı Mən burada ən çox bunu bəyəndim. Çünki çox bir-birimiz. deməli özünü daha çox nə hesab edir? Lider, icraçı, yaradıcı insan, analitik insan. Sənin bir də özümü yazacağam. Mənə- Sən mənə yazmısan? Mən sənə demişəm analitik insan. Mən də sən yazmışam analitik, yəni yaradıcı. Mən sənə yaradıcı yazmışam. Yox, mən özümə yaradıcı yazmışam, sənə analitik yazmışam. Mən də tərsinə, mən sənə əsas analitik yazmışam, özümü yaradıcı yazmışam. Hə, deyir ki, burada Hüseyn müəllim yazıb. Hüseyn müəllim ən çox hansı xüsusiyyətinə görə insanların onu sevdiyini düşünür? Cavab vermək çalışacağam. Cavid müəllimi niyə sevirsiniz sual? Siz də şərhləri yazın, görə bundan üstün şey deyil. Yazın bir də köçürüm sizdə. Heç mən özüm tapa bilmirəm onun cavabını. Sənə yazmışam şən, zarafatçıl, yumor. Mizah, güldürmək, bu çox rahatdır. Mən sənə güvən yazmışam. Burada güvən, Güvən sözü mən yazmışam. güvənli məsələsi var. Səmimi, hamı Etibarlı, keçər. səmimi. Onlar belə keçər, amma Güvənli. güvən daha ümumi anlayışdır. Bu yaxşı idi, buna xoşuma gəldi. Üstə düşdü daha. Onun sonra özünü harada görürsən? Harda deyəndə ola bilər ki, bir Peşə iş, olaraq karyera baxımından yazaqında sırf. Yəni iş. karyera iş. Nə yazmısan? Riyaziyyat müəllimi. Mən heç bir dəyişiklik olmayacaq yəqin ki. Sən özündə yoxsa məndə? Özümdə. Mənə yazmısan? Sənə yazmışam, hardasan müdür, rəhbər. Amma bu şirkətdə də ola bilər də. Mən də yazmışam sən müdür, rəhbər, amma yenə də özü də yaradır nəsə, özü də fəaliyyətdə. Yəni qıraqda durmur. Hə. Məndə amma biraz o var ki, mən istəyirəm ki, çəkdim qıraqda sadəcə belə idarə edeyim. Amma sənə özümdən fərqli olaraq əlavə edirəm ki, sən amma yenə də orada özün məşğul olursan, davam edirsən. Sən sadəcə rəhbərsən. Bu da 10-cu və Son sual. sonuncu sualımız gəldi, çıxdıq yoldaşlar. Kim videonu bəyənməyibsə, videoya bir like atsın, kanala abunə olsun. Yay uzunu bu cür videolarla sizin qarşınızda olacaq. Hər dəfə də daha yaxşısını tapmağa çalışırıq. Axtarırıq, siz də kömək edə bilərsiniz bizə. Əgər video fikriniz varsa, bunu da şərhlərdə qeyd edin. Bayaq demişdik ki, ən çox səndə sevilən xüsusiyyət, insanların səndə ən çox sevmədiyi xüsusiyyət. Hə, insanların məndə ən çox sevmədiyi. Bu daha maraqlı sualdır məncə. Səndə ən çox. Yoxdur, görürsən. Özümü rahat yazdım. Mən də sənə bir dəqiqə yazdım. Yoxdur, bəlkə. Yoxdur yazaq geçsin. Yoxsa fikirləşəm. İstəməzdim. 1 milyon deyərdim, istəməzdim. Çox səmimi cavab edir bu arada. Kömələ bir qurtardı, tez ol da. Sən məncə insanlar belə də ilk tanıyan insanlar biraz ünsiyyətdən qaçmaq yazmışam. İlk tanıyanlar yox, ümumiyyətlə məni tanıyanlar. İlk tanımaq nə? Ümumiyyətlə səni tanıyanlar Heç onu da çox fikirləşməyim. nə yazmısan sən? Mən depressivlik, pessimistlik yazmışam. Onlar bilirəm, onlar bayaq dəyişmək istədiyim xüsusiyyətlərdə yazmışdım ha. Hə də bu da eyni. Gərək təkrar sual niyə verdin sən? Öyle mi olmuş kanka? Nəsə. Onu bir sənə tənbəllik yazmışam. Özəl bayaq da ərlisə Ola bilər, ola bilər. O da ağlıma gəldi, onu mənə deyirlər. Mən də fikirdə bir də israrlıq yazdım, çünki bəzən deyirəm ki, daha yekə olmaz. O da düzdür, gözlə onu bunu silib. Ümid edirik ki, sizin üçün də maraqlı oldu. Deməli, bizim əsas məqsədimiz, yəni bu yayda bir daha deyək ki, həm əyləncəli videolar çəkmək, həm də siz də bu cür suallarla görürsünüz, həm bir-birinizi yaxşı tanıya bilirsiniz, həm də insanın özü haqqında da bir 10 dəqiqə, 15 dəqiqə burada videoda düşündüksə də bu da bir faydası dəyir özünü tanımağa, çünki bu sonraki növbəti qərarlarda artıq təsir edir. Ona görə siz də bu cür belə oyunlar, testlər keçirdə bilərsiniz özünüzdən bağlı. Buyur Hüseyin müəllim, sən də öz ürək sözlərini. Dostlarınızı doğru seçmək üçün eləyə bilərsən. Həm də məsələn bu o şey yaxşı. Düzdür, mən bunların çoxunu bilirdim özüm haqqında. Onsuz da mən çox düşünən bir insanam deyə hamısını fikirləşmişəm, bütün mənfi xüsusiyyətlərimi. İnsan bunları bilib o üzərində işləyib düzəltməyə çalışa bilər. Heç vaxt deməyin ki, mən mükəmmələm, mən həmişəxlıyam. dəyişir Ağlı yəni. insan deməz təbii ki. İnsan dəyişir, bəziləri ki, yox, yəni dəyişmək falan, amma məncə insan dəyişir. Ki insan dəyişməlidir də müəyyən mərtəbədə. Hə, xarakter, hər şey dəyişir, xarakter də dəyişir. Yəni, mən ola bilər ki, tənbəl deyirsən, mən ola bilər hansısa hadisə başıma gələr, tənbəlliyimin peşmançılığını o qədər yaşayaram ki, ondan sonra heç vaxt tənbəl olmaram. Bəli. Belə bir şey də ola bilər. Sağ olun, özünüzə yaxşı baxın, görüşərik Görüşərik, inşallah. sağ olun.